Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 161-dən başlayaraq bir neçə məsələlərin izahını verəcəyəm. Demək, digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən məsələlərin izahına baxa bilərsiniz. Məsələ 180-ə baxaq. Məsələ 180-də nə deyir? Nisbi hündürlüyü 4500 metr olan dağın ətəyində havanın temperaturu 10 dərəcə Selsi. Nisbi hündürlük 4500 metrdir. Və dağın ətəyində havanın temperaturu 10 dərəcə Selsi, atmosfer təzyiqi 759 mm civə sütundur. Zirvədə atmosfer təzyiqini və havanın temperaturunu müəyyən edin. Nisbi hündürlük, mütləq hündürlük nəyə deyilir? Mütləq hündürlük demək okean səviyyəsindən, okean və ya dəniz səviyyəsindən hesablanan hündürlükdür. Nisbi hündürlük isə yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir. Burada aydın göstərilir nisbi hündürlük və mütləq hündürlük. Əgər nisbi hündürlük deyirsə, deməli nisbi hündürlük 4500 metrdir. 4500 metri biz 1000 metrdə əgər temperatur 6 dərəcə Selsi aşağı düşürsə, yəni dağın əməyindən zirvəsinə doğru hər 1000 metrdə 6 dərəcə Selsi aşağı düşürsə, 4500 metrdə x buradan tapırıq 27 dərəcə Selsi. Bu olur bizim temperatur fərqimiz. Yəni nisbi hündürlükdən biz hündürlük fərqindən temperatur fərqini tapmış oluruq. Temperatur fərqi 27 dərəcə Selsidir və dağın ətəyində temperatur 10 dərəcə Selsidirsə, temperatur fərqi də 27 dərəcə Selsidirsə, deməli dağın zirvəsində temperatur mənfi 17 dərəcə Selsi olar. Çünki aralarında temperatur fərqi 27 dərəcə Selsidir. Mənfi 17 dərəcə Selsi. Sonra bizə qeyd edir ki, atmosfer təzyiqini, zirvədəki atmosfer təzyiqini tapın. Və atmosfer təzyiqi dağın ətəyində 759 mm civə sütununa bərabərdirsə, biz hündürlük fərqindən təzyiq fərqini tapırıq. Təzyiq fərqini tapmaq üçün biz nə edirik? Əgər hər 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, yəni təzyiq dağın ətəyindən zirvəsinə doğru qalxdıqca təzyiq aşağı düşür. Həm temperatur aşağı düşür, həm də təzyiq aşağı düşür. Ona görə də 1000 metrdə 100 mm civə sütunu, 4500 metr x buradan tapırıq 450 mm civə sütunu. Yəni təzyiq fərqimiz 450-dir. 759 mm civə sütunundan çıxırıq 450 mm civə sütununu, çünki dağın ətəyinin zirvəsinə doğru bayaq qeyd etdim, təzyiq aşağı düşür. Ona görə də aldığımız doğru cavab 309 mm civə sütunu olar. Yəni zirvədəki təzyiq 309 mm civə sütununa bərabərdir. Temperatur isə mənfi 17 dərəcə Selsi olar. Məsələ 181-ə baxaq. Sxemaya əsasən okean səviyyəsindən hansı yüksəklikdə havanın temperaturunun mənfi 4 dərəcə Selsi olacağını müəyyən edir. Okean səviyyəsi deyirsə, okean səviyyəsi 0 metr qəbul edilmişdir. Və hündürlüklərə fikir veririk. Əgər, baxın, belə bir koordinat oxu qururuqsa, dağın ətəyində temperatur, fikir versək, yəni okean səviyyəsində temperatur 20 dərəcə Selsidir. 20 dərəcə Selsidirsə və təzyiq, baxın, 20 dərəcə Selsidirsə, mənfi 4 dərəcə Selsi ilə 20 dərəcə, müsbət 20 dərəcə Selsi arasında temperatur fərqi 24 dərəcə Selsidir. 24 dərəcə Selsidir və 24 dərəcə Selsində temperatur fərqini də çeviririk hündürlük fərqinə. Hündürlük fərqini tapmaq istəyiriksə, yenə də tənasib qururuq.
1000 metrdə temperatur 6 dərəcə Selsi aşağı düşürsə, 24 dərəcə Selsi X. Buradan tapırıq 4000 metr. 4000 metri tapmış oluruq. Deməli, burada doğru cavab 4000 metr olar. A variantında düzgün verilmişdir. Məsələ 182-yə baxaq. Dağın ətəyində 1000 metr hündürlükdə atmosfer təzyiqi demək 660 mm civə sütununa bərabərdir. Nisbi hündürlüyü 4000 metr olan bu dağın zirvəsində atmosfer təzyiqinin dağın mütləq hündürlüyünü müəyyən edin. Dağın ətəyində, yəni 4000 metrdə 660 mm civə sütunudur. Atmosfer təzyiqi 660 mm civə sütununa bərabərdir. Nisbi hündürlüyü 4000. 4000 deyirsə, deməli biz təzyiq fərqini tapırıq. Təzyiq fərqini tapmaq üçün, çünki nisbi hündürlüyümüz 4000 metrdir. 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, 4000 metr X tapırıq. Buradan 400 mm. Deməli, təzyiq fərqimiz olur. Nisbi hündürlükdən biz təzyiq fərqini tapmış olduq. 400 mm olur. Əgər 1000 metrdə təzyiq 660 mm civə sütunudursa, deməli, təzyiq fərqi də 400 mm civə sütundur. Buradan tapırıq zirvədəki təzyiqi tapmış oluruq. Təzyiq olur 260 mm civə sütunu olar. Və bizə qeyd edir ki, bizdən dağın zirvəsindəki təzyiq fərqini soruşur. Dağın zirvəsindəki təzyiq, dağın ətəyində okean səviyyəsində təzyiq 760 mm civə sütununa bərabərdirsə, çıxırıq 260 mm civə sütunu, tapırıq zirvədəki təzyiqi tapmış oluruq. Zirvədəki təzyiq 500 mm civə sütununa bərabərdir. Və dağın mütləq hündürlüyünü deyirsə, yenə də təzyiqi, həmən təzyiqi çeviririk hündürlüyə. 1000 metrdə təzyiq 100 mm aşağı düşürsə, 500 mm X buradan tapırıq. Dağın mütləq hündürlüyü olur 5000 metr. Təzyiq də olur 500 mm civə sütununa bərabər olmuş olur. Məsələ 183-ə baxaq. Temperaturu 20 dərəcə Selsi olan 1 kub metr havanın rütubətliyi 10,2 qramdır. Havanın doyması üçün 17 qram su buxarının tələb olunduğunu nəzərə alaraq havanın nisbi rütubətliyini müəyyən edin. 20 dərəcə Selsi temperaturda, demək, təzyiqə aid, mütləq rütubətliyə aid keçən dəfə videolarda qeyd etdim. Mütləq rütubətlik nəyə deyilir? Nisbi rütubətlik nəyə deyilir? Qeyd edək. Mütləq rütubətlik 1 kub metr havada olan su buxarının faktiki miqdarıdır və qramla ifadə olunur. Nisbi rütubətlik nəyə deyilir? Müəyyən temperaturda faktiki su buxarının həmin temperaturdakı havanın doyması üçün tələb olunan miqdarına nisbətinin faizlə ifadəsidir. Əgər nisbi rütubətlik 30%-ə qədərdirsə, yəni hava quru hava, 30%-dən 60%-ə qədərdirsə normal hava, 60%-dən çox olan isə ifrat rütubətlik sayılır. Və bir də hava su buxarı ilə doymuş və doymamış vəziyyətdə olur. Doymuş hava su buxarı müəyyən temperaturda 1 kub metr havanın tərkibində mümkün ola biləcək qədər su buxarı miqdarı varsa, su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Yox, əgər su buxarı miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava hesab olunur. Və bizə baxın, bu çərçivədəki rəqəmlər bizə lazım olacaq məsələlərin həllində. Müxtəlif temperaturlarda 1 kub metr havanın doyması üçün tələb olunan su buxarı miqdarları burada qeyd olunur. Misal üçün, -10 dərəcə Selsi temperaturda maksimum həddi 2,5 qramdır, 0-da 5 qramdır və s. Yəni, bunları bilmək bizə lazımdır. Əgər qeyd edirsə ki, demək 20 dərəcə Selsidirsə, 20 dərəcə Selsidə maksimum doyma həddi 17 qramdır. Əgər 17 qramdırsa, 17 qramımız 100% qəbul ediriksə,
demək 10,2 qram, yəni faktiki havada olan su buxarı miqdarı 10,2 qramdırsa, deməli nisbi rütubətliyimiz olur 60%. Burada doğru cavab demək ki 60%dir. B variantında düzgün qeyd olunmuşdur. Havanın nisbi rütubətliyi demək ki 60%dir. Məsələ 184-ə baxaq. 10 dərəcə Selsi temperaturda doymaq üçün 9 qram su buxarı lazımdır. Havanın nisbi rütubətliyi 50%dirsə, 1 kub metrdə olan faktiki və doymaq üçün çatışmayan su buxarı miqdarını müəyyən edin. 10 dərəcə Selsidə əgər 9 qram qəbul ediriksə, burada qeyd olunur. Deməli 10 dərəcə Selsidə 9 qram. 9 qram 100% qəbul ediriksə və nisbi rütubətlik deməli 50%dirsə, faktiki su buxarımız olur. Yəni havada mövcud olan su buxarı faktiki miqdarı 4,5 qramdırsa və bizə 9 qramdan 4,5 qrama çıxıb tapırıq çatışmayan su buxarının miqdarını tapmış oluruq. 4,5 qramı tapmış oluruq. Burada doğru cavab C variantında düzgün verilmişdir. Məsələ 185-ə baxaq. Məsələ 185-də nə deyir? Temperaturu 30 dərəcə Selsi olan havanın doyması üçün 30 qram su buxarı lazımdır. Bu temperaturda havanın nisbi rütubətliyi 36% olarsa, doyma üçün çatışmayan su buxarı miqdarını müəyyən edin. Yenə də bayaqki qaydada əgər 30 qramda doyma həddi, yəni maksimum doyma həddi 30 qramdırsa, 30 qramı 100% qəbul ediriksə, nisbi rütubətliyi 36%dirsə, faktiki su buxarımız olur. Yəni havada mövcud olan su buxarı olur 10,8 qram. Çatışmayan su buxarını istəyirsə 30 qram 100%-də, yəni qəbul ediriksə 30 qramdan çıxırıq 10,8 qramı, çatışmayan su buxarı olur 19,2 qram. Olur bizim çatışmayan demək su buxarını tapmış oluruq. Məsələ 186-ya baxaq. Sxemdə verilən A məntəqəsində saat 12:00-dır. Günorta vaxtıdır. Havanın ən aşağı temperaturunun müşahidə olunacağı məntəqəni müəyyən edin. Deməli, biz keçən video dərslərdə qeyd etdik. Havada ən aşağı temperatur, sutkalıq minimum temperatur, günəş çıxmazdan 10-15 dəqiqə əvvəl, sutkalıq maksimum temperatur isə günortadan 2-3 saat sonra müşahidə olunur. Yəni biz bunu bilməliyik və günorta bizdən soruşur ki, ən aşağı temperatur soruşursa, A məntəqəsi yerləşir 0-cı meridianda yerləşir. Saat 12:00-dır və nəzərə alın ki, məntəqələr dəniz sahilindədir və ona görə də dəniz sahilində yerləşirsə, demək biz səhər vaxtının saatını tapmalıyıq, hansı demək meridianda yerləşir. Ona görə də biz 12:00-dan çıxırıq 6 saatı, deməli saat fərqi 6 saatdır. 6 saatı da dərəcəyə çeviririk 90 dərəcə. 90 dərəcəni də çeviririk, deməli başlanğıc meridiandan qərbə doğru 90 dərəcəni tapırıq. 90 dərəcə qərb uzunluğunu tapmış oluruq. Və Y məntəqəsi bu demək saata uyğun gəlir. Yəni ən aşağı temperaturun müşahidə olunacağı məntəqə 90 dərəcə qərb uzunluğu olar, çünki həmən vaxtı səhər vaxtıdır. Məsələ 187 də bu cür eyni tipli məsələdir. Burada da qeyd olunur ən yuxarı temperatur, ən yüksək temperatur və A məntəqəsində saat 11:00-dır. A məntəqəsi yerləşir 15 dərəcə şərq uzunluğunda. Əgər saat 11:00-dırsa və bizdən ən yüksək temperaturu soruşursa, deməli biz günortadan deməli 2-3 saat sonranı tapmalıyıq. Deməli günəş 11:00-ın üzərinə 3 saatı gəlib tapırıq 14:00. Deməli məntəqə 3 saat fərqini çeviririk dərəcə fərqinə. Dərəcə fərqi
45 dərəcə. Biz bilirik ki, yer kürəsi öz oxu ətrafında 1 saat 15 dərəcə dönür. 3 saat x buradan tapırıq 45 dərəcəni və A məntəqəsi 15 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün üzərinə 45 dərəcəni gəlirik və tapırıq 60 dərəcə şərq uzunluğunu tapmış oluruq. 60 dərəcə şərq uzunluğu deməli Y variantına uyğun gəlir. Baxın, bu cür qeyd etmişəm. Həmişə günəşin deməli ən aşağı temperaturu günəş çıxmazdan 10-15 dəqiqə əvvəl, günəş demək günorta 2-3 saat sonra isə, günortadan 2-3 saat sonra isə sutkalıq maksimum temperatur müşahidə olunur. Yəni bunları bildikdən sonra bizim məsələlərimizi həll edə bilərik. Məsələ 188-ə baxaq. A məntəqəsində, yəni A nöqtəsinin mütləq hündürlüyü A nöqtəsinə fikir verək. Berg-ştrixlərə fikir verək. Berg-ştrixlərə fikir veririk. Deməli, yüksəklikdir və hündürlük 4250 metrdir. Havanın temperaturu -15 dərəcə Selsidir. Burada qeyd etmişəm. Bu cür təsvirlə qeyd edəndə məsələmizi rahat şəkildə həll edə bilərik. Və kəsmə yüksəklik 500 metrdir. 500 metrdirsə, A və B məntəqəsi arasında 1, 2, 3, 4. 4 dənə kəsmə yüksəkliyi vardır. Deməli, hündürlük fərqi 2000 metrdir. B nöqtəsinin mütləq hündürlüyünü və havanın temperaturunu müəyyən edin. B nöqtəsinin mütləq hündürlüyünü tapırıq. Hündürlük fərqi 2000 metrdirsə, 4000 metrdən bizim daxili horizontalımız 4000 metr hündürlükdə yerləşir. Daxili horizontal elə bir rəqəm olmalıdır ki, kəsmə yüksəkliyinə qalıqsız bölünsün. 500 metrə qalıqsız bölünən rəqəm 4000 metrdir. Deməli, daxili horizontalımız 4000 metr, hündürlük fərqi 2000 metr, hündürlük fərqi 2000 metr. Ona görə 4000 metrdən 2000 metrə çıxıb B nöqtəsinin hündürlüyünü tapmış oluruq. B nöqtəsi yerləşir 2000 metr hündürlükdə. 2000 metr hündürlükdə. Sonra qeyd edir ki, havanın temperaturunu müəyyən edin. B nöqtəsində havanın temperaturunu tapaq. Biz hündürlük fərqindən bizim A məntəqəmiz yerləşir 4250 metr hündürlükdə. A məntəqəsi yerləşir 4250 metrdə. B məntəqəsi yerləşir 2000 metrdə. Onlar arasında hündürlük fərqi 2250 metrdir. Və hündürlük fərqində çevirik temperatur fərqini. 1000 metrdə 6 dərəcə Selsi, 2250 metr x, buradan tapırıq 13,5 dərəcə Selsi. Deməli, əgər 4250 metrdə temperatur -15 dərəcə Selsidirsə və temperatur fərqi 13,5 dərəcə Selsidirsə, deməli B məntəqəsində temperatur olar -1,5 dərəcə Selsi. Çünki dağın ətəyindən, biz bilirik ki, dağın ətəyindən zirvəsinə doğru temperatur aşağı düşür və zirvədən ətəyinə doğru gəldikcə temperatur qalxır. Yəni, ona görə də temperatur olar -1,5 dərəcə Selsi. B nöqtəsində hündürlüyü 2000 metr. Məsələ 191-ə baxaq. A nöqtəsində atmosfer təzyiqi berg-ştrixlərə fikir verir, yüksəklikdir. Təzyiq 650 mm civə tutun. Kəsmə yüksəklik 150 metr olduğunu bilərək, müvafiq olaraq B və C nöqtələrində atmosfer təzyiqini müəyyən edin. A və B nöqtəsi arasında 2 dənə horizontal var. 2 dənə kəsmə yüksəkliyi vardır, daha doğrusu. A və B nöqtəsi arasında 2 dənə kəsmə yüksəkliyi. A və C nöqtəsi arasında 1 dənə kəsmə yüksəkliyi vardır. Bunu nəzərə alırıq. Ona görə də və kəsmə yüksəkliyimiz 150 metrdir. 150 metrdirsə, demək, biz bizdən atmosfer təzyiqini soruşur.
Atmosfer təzyiqi soruşursa, demək biz bilirik ki, hər 100 metrdə təzyiq 10 mm aşağı düşür. Yəni 10 mm civə sütunu aşağı düşür. 150 metrdə x. Buradan tapırıq 15 mm civə sütunu. Və demək A nöqtəsində təzyiq 650 mm civə sütununa bərabərdir. A və B arasında 2 dənə kəsmə yüksəkliyi var deyən, biz 15-i 2-yə vurub tapırıq 30 mm civə sütunu. 650-nin üzərinə gəlirik. Deməli, A və B arasında 2 dənədirsə, 650 mm civə sütunundan çıxırıq 30-u. Çünki dağın ətəyindən zirvəsinə doğru getdikcə təzyiq aşağı düşür. Aşağı düşdüyü üçün 650-dən 30-u çıxıb tapırıq 620 mm civə sütunu tapmış oluruq. Yəni B nöqtəsindəki təzyiq olur 620 mm civə sütunu. C nöqtəsində isə təzyiq yuxarı qalxacaq. Çünki dağın zirvəsindən ətəyinə doğru hərəkət edirik. Ətəyə doğru hərəkət ediriksə təzyiq qalxacaq. 650 mm civə sütunu üzərinə 15 mm gəlib tapırıq 665 mm civə sütunu. Yəni C məntəqəsində təzyiq olar 665 mm civə sütunu, B nöqtəsində isə 620 mm civə sütununa bərabər olmuş olar. Məsələ 192-yə baxaq. Sxemə əsasən A və B nöqtələri arasında hündürlük və temperatur fərqini müəyyən edin. A və B nöqtələri arasında burada təzyiq fərqinə görə deyir. Həm hündürlük fərqini, həm də temperatur fərqini istəyir bizdən. İndi biz təzyiq fərqindən həm temperatur fərqini, həm də hündürlük fərqini taparıq. B nöqtəsi yerləşir 350 mm. B nöqtəsində 350 mm civə sütununa bərabər təzyiq, A nöqtəsində 650 mm civə sütunu. Aralarında təzyiq fərqi demək çıxırıq 300 mm civə sütunu olar. Təzyiq fərqindən hündürlük fərqini tapırıq. Bayaqki qaydada 3000 metr olur və hündürlük fərqindən də temperatur fərqini tapırıq. 18 dərəcə Selzini tapmış oluruq. Və bizdən temperatur fərqini istəyir. Temperatur fərqi 18 dərəcə Selsi, hündürlük fərqi də olur 3000 metr. Məsələ 193-ə baxaq. Burada da eynən həm hündürlük, həm də təzyiq fərqini soruşur. B nöqtəsi yerləşir. B nöqtəsində temperatur 30 dərəcə Selsi, B nöqtəsində 0 dərəcə Selsi, A nöqtəsində 30 dərəcə Selsi. Və aralarında temperatur fərqi 30 dərəcədir. Yenə də temperatur fərqindən hündürlük fərqini tapırıq. 5000 metr hündürlük fərqi və buradan da təzyiq fərqini tapırıq. 500 mm civə sütunu bərabər olar. Məsələ 194-ə baxaq. Sxemdə təsvir edilmiş dağlıq ərazidəki A və B nöqtələri arasındakı temperatur və atmosfer təzyiqi fərqini müəyyən edin. Burada da bayaqki qaydada həm temperatur, həm təzyiq fərqini soruşur. B nöqtəsi yerləşir 2000 metr hündürlükdə, A nöqtəsi yerləşir 500 metr hündürlükdə. Aralarında hündürlük fərqi 1500 metrdir. 1500 metrdən də, yəni hündürlük fərqindən dərəcə fərqini tapırıq. Temperatur fərqi olur 9 dərəcə Selsi və buradan da təzyiq fərqini tapırıq. Təzyiq fərqi olur 150 mm civə sütununa bərabər olmuş olur.